Yeni klinika RHŞ-nın Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin ginekologiya şöbəsində həkim mama ginekoloq işləyən Sevinç Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami rayonu prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanılıb. Sferas xəbər verir ki, bu barədə Bakı şəhəri Nizami rayon prokurorluğundan məlumat verilib. İş üzrə keçirilmiş çoxsaylı ekspertiza rəyləri və əldə edilmiş digər istintaq dəlillərinə əsasən Sevinç Məmmədovanın ötən il mayın 6-sında Yeni klinika RHŞ-da Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Sevinç Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib. Barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qəti imkan tədbirləri seçilib. Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.